həcc ziyarətinin özünə məxsus çoxlu sosial, çoxlu iqtisadi, çoxlu həm də psixoloji faydaları vardır. Baxın, sanki Allah biz müsəlmanlara ildə bir dəfə böyük bir beynəlxalq konferans təşkil eləyir. İldə bir dəfə dünyanın müxtəlif bölgələrindən, bütün ölkələrdən ora müsəlmanlar axışırlar. Həmən müsəlmanların oraya toplaşması sanki ildə bir dəfə bir ilahi konferans keçirilir. İndi işimiz yoxdur, nə dərəcədə bəhrələnirik, nə dərəcədə müsəlmanlar orada bir-birləri ilə mədəni cəhətdən, iqtisadi cəhətdən və digər cəhətlərdən fayda aparırlar, aparmırlar, o başqa bir problemdir. Söhbət burada bu dini ayinin mədəni, iqtisadi, sosial faydalarından gedir. İnsanlar oraya toplaşmaqla sanki mədəni inteqrasiyaya bir təkan vermiş olurlar. Hərə bir bölgədən, bir ölkədən gəlir, toplaşır ora. Hər kəs öz mətbəx mədəniyyətini, öz geyim mədəniyyətini, özünün ölkəsində olan mədəniyyətin digər bütün sahələrini orada kənar yerlərdən gələn insanlarla birlikdə bölüşürlər. Bir-birlərindən faydalanırlar. Peyğəmbərimiz buyurur, həcc ziyarəti, onun savabı cənnətə səbəbdir. Ümrə ziyarətinin savabı bütün günahları bağışladar, təkcə bundan ibarət deyildir. Həm də bizim dünyamız üçün çoxlu sayda faydaları vardır. Və bütün bunlarla yanaşı həcc ziyarətinin aparılan tədqiqatlar göstərir ki, bir çox psixoloji faydaları da vardır. Həcc ziyarətinə gedən insanın stresi azalır. Çünki yeni bir aləmə sanki qədəm qoyur, yeni insanlarla orada görüşür, onlarla həmsöhbət olur və nəticədə bu insanın stresi, başında, beynində olan o mənfi informasiyalar həmən o görüşlər nəticəsində, necə deyərlər, darmadağın olmuş olur. Həcc ziyarətinin həm də bir mənəvi faydası vardır. İnsanlar bacardıqları qədər ildə bir dəfə və ya neçə ildən bir həcc və ya ümrə ziyarətinə getsələr, öz mənəviyyatlarının nə qədər inkişaf etdiyinin şahidi olarlar. Çünki Kəbə evində qılınan o namazın savabı 10.000 rəkətə bərabərdir bəzi hədislərdə. Kəbə evində edilən o təfafun və digər ayinlərin elə bir mənəvi gücü vardır ki, o güc yalnız orada alına bilər. Başqa yerdə o gücü, o mənəvi faydanı götürmək ümumiyyətlə mümkün deyildir. Dedik ki, Kəbə evinin ziyarətinin həm də sosial faydaları vardır. İnsanlar iqtisadiyyatlarını sanki inkişaf etdirmiş olurlar. Əlbəttə ki, bütün bunlardan əlavə hər bir insanın həyat tərzində yeni bir lövhə açılır. Yeni bir səhifə açılır. Elə hacı adının özü də mübarək bir addır. Siz o bəzən deyirlər ki, harda yazılıb hacı sözü, gedib gələnə hacı deyirsiniz. Bizim işimiz yoxdur, kim necə gedib gəlib. Onun əməli uca dərgahda qəbuldur ya yox, onu Allah və o bəndənin özü bilər. Amma bir insanın bir cəmiyyətdə hacı adına layiq görülməsi həm onun özü üçün bir, necə deyərlər, sosial, psixoloji yöndən bir statusdur, həm də cəmiyyətdə yaşayan insanlar üçün. Əgər o hacı Peyğəmbərimizin də buyurduğu kimi özünü normal şəkildə apararsa, o özü cəmiyyətdə bir örnəyə çevrilə bilər. Bütün bu dediklərimiz onu göstərir ki, əziz möminlər, sözün həqiqi mənasında həcc ziyarətinin İslam tarixində, İslam şəriətində çox böyük, çox faydalı bir, necə deyərlər, dəyəri vardır.
Ona görə də uca Allahı and verək öz izzət-i cəlalına xatir Kəbə evinin ziyarət edilməsini bizə nəsib etsin.